Mən bugün sizə düz xətli bərabər sürətli hərəkətin izahını verəcəm. Gəlin başlayaq izaha. Deməli, birinci bizə yazıb mexaniki hərəkət. Nədir mexaniki hərəkət? Zaman keçdikcə cismin başqa cisimlərə nəzərən vəziyyətini dəyişməsinə mexaniki hərəkət deyilir. Məsələn, əgər mən məktəbdən evə gəlirəmsə, evdən məktəbə gedirəmsə, deməli, mən onda mexaniki hərəkət etmiş oluram. Demək, cisim əgər digər cisimlərə nəzərən hərəkət edirsə, deməli, həmin cisim mexaniki hərəkət etmiş olur. Deməli, cismin ətrafında sükunətdə olan cisimlər olmalıdır ki, biz həmin cismin hərəkətdə olduğunu bilək. Deməli, bizim ətrafımızda olan, deyək ki, ağaclardır, evlərdir, onlar sükunətdədir deyə biz həmin onlara nəzərən hərəkət etmiş oluruq. Ona görə bu hərəkətə deyirlər mexaniki hərəkət. Ümumiyyətlə, mexanikanın əsas məsələsi cismin koordinatını, yəni cismin vəziyyətini təyin etməkdir. Məsələn, mən əvvəl evdəydim, sonra məktəbə getdim və koordinatımı dəyişdim. Yəni, məsafə qət eləmişəm. Ona görə də mən əvvəl hansı koordinatda idimsə, sonda həmin koordinatdayam, deyək ki, başqa koordinatdayam və mənim bu koordinatlarımı təyin etmək mexanikanın əsas məsələsidir. Keçək trayektoriya. Bəs trayektoriya nədir? Trayektoriya cismin cızdığı xəttdir. Yəni, cismin cızdığı izdir. Trayektoriya iki cür olur. Düz xətli trayektoriya, əyri xətli trayektoriya. Cisim əgər düz xətt üzrə hərəkət edibsə, onda onun getdiyi yol və yer dəyişmə bir-birinə bərabər olur. Cisim düz xətli hərəkət edib. Əyri xətli hərəkətdə yol yer dəyişmədən böyük olur. Biz onu nə şəklində yazırıq? Baxın, belə yazırıq. Deyirik ki, əgər yol yer dəyişmədən böyükdürsə, deməli cisim əyri xətli hərəkət edir. Yol yer dəyişməyə bərabərdirsə, deməli cisim düz xətli hərəkət edir. Yol yer dəyişmədən heç vaxt kiçik ola bilməz. Gəlin baxaq irəliləmə hərəkəti. Mexaniki hərəkətin növləri var. İrəliləmə hərəkəti, fırlanma hərəkəti, rəqsi hərəkət. Bunlar mexaniki hərəkətin növləridir. İrəliləmə hərəkəti o hərəkətə deyilir ki, cismin bütün nöqtələri eyni cür hərəkət eləsin. Yəni, hərəkət zamanı həmin nöqtələr bir-birinə paralel qalsın. Deyək ki, mən çantamı yerə qoymuşam, yerdən götürüb stolun üzərinə qoyuram. Onda mənim cismim, yəni həmin çantam irəliləmə hərəkəti edir. Niyə? Çünki çantanın üzərində mən bir nöqtə götürsəm, həmin nöqtəni mən çantanı stolun üzərinə qaldırıb qoyanda, həmin nöqtə də çanta ilə bərabər hərəkət edir. Və onda çantanın yerdə olduğu halı ilə stolun üzərində olduğu halda həmin nöqtələr bir-birinə paralel qalmış olur. Buna deyilir irəliləmə hərəkəti. Məsələn, avtomobil hərəkət edir. Onun avtomobildə olan bütün nöqtələr hərəkət edəndə eyni cür hərəkət edir. Ona deyirlər irəliləmə hərəkəti. Fırlanma hərəkəti nədir bəs? Fırlanma hərəkəti odur ki, bir nöqtə mərkəz nöqtə hesab olunur və digər cisim, məsələn, digər nöqtələr, daha doğrusu, onun ətrafında hərəkət edir. Mərkəzə nəzərən digər nöqtələr onun ətrafında hərəkət edirsə, biz buna deyirik fırlanma hərəkəti. Cismin bütün nöqtələri çevrə cızır. Yəni, çevrə şəklində hərəkət edir. Ona görə də mərkəz nöqtə və mərkəzə uyğun olaraq ətrafında hərəkət edən cisim hərəkət edir, çevrə üzrə hərəkət. Dairəvi yolda avtomobilin hərəkəti, saat əqrəblərinin hərəkəti, sonra yerin günəş ətrafında hərəkəti, bunlar adlanır fırlanma hərəkəti. Amma rəqsi hərəkət. Bəs nədir rəqsi hərəkət? Ümumiyyətlə, tarazlıq nöqtəsi ətrafında təkrarlanan, yəni periodik olan hərəkət adlanır rəqsi hərəkət. Sapdan asılmış bir cismin hərəkəti. Məsələn, kəfkirli divar saatları olur. Həmin o kəfkirli divar saatlarının hərəkəti adlanır rəqsi hərəkət. Sonra
Gəlin keçək növbəti izahlara. Bəs maddi nöqtə nədir? Maddi nöqtə verilmiş şəraitdə ölçüsü nəzərə alınmayacaq dərəcədə kiçik olan bir cisimdir. Buna deyilir maddi nöqtə. Məsələn, burada bəzi deməli təcrübələr, bəzi hallar göstərilibdir. Həmin o halları gəlin araşdıraq. Məsələn, deyir ki, təyyarə göydə uçur. Təyyarə göydə uçarsa, yerdəki cisimlərə görə təyyarə maddi nöqtə hesab olunur, amma onu sürən pilota görə maddi nöqtə hesab olunmur. Əgər təyyarə aeroportda dayanıbsa, yerə görə o maddi nöqtə hesab olunur, amma yaxınlıqdakı şəxslərə görə maddi nöqtə hesab olunmur. Yer günəş ətrafında fırlanır, günəşə görə o maddi nöqtədir, bizlərə görə, binalara görə isə maddi nöqtə deyil. Avtobus sərnişinə yaxınlaşır, yerə görə o maddi nöqtədir, amma sərnişinə görə avtobus maddi nöqtə hesab olunmur. Qatar qatarı ötür. Yerə görə bəli, bu maddi nöqtədir, amma digər qatara görə isə maddi nöqtə hesab olunmur. Xəttkeşlə divarın uzunluğu ölçülür. Binaya görə əlbəttə bu maddi nöqtədir. Çünki xəttkeşlə divarın uzunluğu ölçülür. Xəttkeş çox kiçikdir binaya görə. Amma divara görə isə müəyyən qədər bir uzunluğu var. Ona görə də bu maddi nöqtə divara görə hesab olunmur. Deməli, irəliləmə hərəkətlərində bayaq dediyimiz kimi cismin bütün nöqtələri eyni cür hərəkət edir. İrəliləmə hərəkəti edən cisimlər hərəkət müddətində maddi nöqtə hesab olunur. Bəs koordinat nədir? Cismin mövqeyi, yəni cisim hardadır, hansı koordinatdadır? Ona biz deyirik koordinatla təyin etmə, cismin koordinatı. Məsələn, birinə deyirik ki, saat filanda, məsələn, saat 5-də aptekin qarşısında məni gözləyin. Dostunuz, rəfiqəniz də aptekin qarşısında gəlir, saat 5-də siz orada görüşürsünüz. Deməli, siz artıq olduğunuz koordinatı həmin dostunuza demiş olursunuz. Və o da həmin koordinata gəlir. Deməli, siz həmin anda eyni koordinatda olursunuz. Ona görə də cismin mövqeyi, yəni olduğu yer onun koordinatı adlanır. Şəkildə deməli başlanğıcı göstərilib. Başlanğıcı R olan deyir hər hansı bir sistemdə cisimlərin koordinatları müəyyən olunur. Məsələn, A cisminin koordinatı -10-dur, B cisminin koordinatı 0-dır, 0-da dayanıb, C cisminin koordinatı isə -15-dir. Deməli, cisim hərəkət etdikcə onun koordinatı dəyişir. Əgər cisim X oxu istiqamətində hərəkət edərsə, onun koordinatı artır. Cisim X oxunun əksinə hərəkət edərsə, onun koordinatı azalır. Mexanikanın əsas məsələsini dedik. Cismin zaman anında, istənilən anda vəziyyətini təyin etməkdir, yerinin harda olduğunu bilməkdir. Yolu da müəyyən elədik. Dedik ki, yol cismin cızdığı trayektoriyanın uzunluğudur. Yol S hərfi ilə işarə olunur. Bəzən də L hərfi ilə də işarə olunur. Yol skalyar kəmiyyətdir. İstiqaməti yoxdur. Müsbət skalyar kəmiyyətdir özü də. Yol mənfi ola bilməz. Yol yalnız müsbət qiymətlər alır. Hərəkət zamanı yol 0 ola bilməz. Hərəkət edən cismin getdiyi yol sabit qala və ya azala bilməz. Yəni, yol sabit qalsın və ya yol azalsın. Bu, heç vaxt mümkün deyil. Cismin müxtəlif istiqamətlərdə hərəkətində yol bütün hissələrin cəminə bərabərdir. Məsələn, burada A-dan B-yə hərəkət etmiş cismin yolunu tapsaq, 12 ilə 9-u toplamalıyıq. Edir bizə 21. Məsələn, burada A-dan B-yə hərəkət etmiş yenə cismin yolunu tapsaq, deməli, onda yenə biz 12 ilə 9-u toplamalıyıq, etməlidir 21. Məsələn, baxın, var yola görə sürət, var yer dəyişməyə görə sürət. Yola görə sürət skalyar kəmiyyətdir. Amma yer dəyişməyə görə sürət isə vektorial kəmiyyətdir. Yola görə sürət heç vaxt azala bilməz, 0 ola bilməz. Niyə?
Çünki yol özü sıfır ola bilməz. Yol özü azala bilməz. Ona görə də yola görə sürət də azala bilməz. Amma yer dəyişməyə görə sürət, bəli, yer dəyişməyə görə sürət sıfır ola bilər. Yer dəyişməyə görə sürət deməli vektorial kəmiyyətli mənfi də ola bilər. Yəni o vektordan asılı olaraq yer dəyişməyə görə sürəti biz tapanda yəni yola görə sürətdən həmişə fərqləndiririk. Yer dəyişməyə görə sürət sıfır ola bilər, yola görə sürət sıfır ola bilməz. Çünki yer dəyişmə özü sıfır ola bilər. Niyə? Çünki cisim başlanğıc və son nöqtəsi üst-üstə düşərsə, onda yer dəyişmə sıfır olar. Cisim əgər hərəkət edib, qayıdıb yenə təkrar eyni nöqtədə olarsa, onda həmin cismin yer dəyişməsi olar sıfır. Bu anda da yer dəyişməyə görə sürət də sıfır olur. Yolun zamandan asıllıq qrafikləri var. Yol dedik heç vaxt azala bilməz və yol sıfır ola bilməz. Ona görə də baxaq görək ki, hansı qrafiklər yolun zamandan asıllıq qrafiki ola bilməz. Yol azala bilməz. Bu şəkildə yol qrafiki ola bilməz. Yol mənfi ola bilməz. Yəni mənfidən başlayaraq hərəkət edə bilməz. Bu şəkildə də ola bilməz. Deməli, yol sıfırdan başlamalıdır. Yol adi bir nöqtədən başlaya bilməz. Yol həmişə başlamalıdır sıfırdan. Bu şəkildə olmalıdır yol qrafiki. Bu şəkildə ola bilməz. Yol sabit qala bilməz. Yol sabit qala bilməz. Yəni yolun müəyyən bir getdiyi metr, kilometr, müəyyən bir məsafəsi olmalıdır. Ona görə də bu da ola bilməz. Yol zaman qrafikinin belə olması amma mümkündür. Bu anda necə deyirik? Deyirik ki, yol məsələn başlayır müəyyən zaman anında. Məsələn deyək ki, burada zamanlar var. 1 saniyə, 2 saniyə, 3 saniyə. Deyək ki, bu 3 saniyədə başlayıbdır. Amma sıfırdan başlayıb arta getsin. Onda belə bir yol qrafiki ola bilər. Keçək növbəti izaha. Deməli, bizə deyir ki, bəs yer dəyişmə nədir? Cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası yer dəyişmədir. Yer dəyişmə vektorial kəmiyyətdir. S hərfi ilə işarə olunur. Baş üzərində həmişə vektor qeyd olunur yer dəyişmədə. Deməli, yer dəyişmə vektorial kəmiyyət olduğu üçün o cismin başlanğıcdan son nöqtəyə deməli istiqamətləndiyi göstərilir. Yəni vektor olaraq başlanğıcdan sona çəkilmiş vektor göstərilir yer dəyişmədə. Əyri-xətli hərəkətdə yer dəyişmənin modulu yoldan həmişə kiçik olur. Yer dəyişmə müsbət, mənfi və sıfır qiymətləri ala bilər. Cisim hərəkətə başladığı nöqtəyə geri dönəndə yer dəyişmə olar sıfır. Məsələn, baxın, bu anda yer dəyişmə sıfırdır. Çünki bu cisim başladığı yerə qayıtmışdır. Oldu sıfır. Burada yer dəyişməni tapsam, deməli mənim yer dəyişməm nə qədərdir? Bu qədər cisim gəlib, təkrar bu istiqamətə gəlib. Deməli mənim yer dəyişməm onda, baxın, bu arada qalan məsafədir. Baxın, bura mənim olur S yer dəyişməm. S yer dəyişməmdirsə, deməli mən 12-dən 9-u çıxmalıyam, almalıyam 3 metr. İndi digər məsələyə baxaq, digər hala baxaq. Digər halda mən yer dəyişməni tapıram. Deməli, mənim cismim 12 metr gedib hansı istiqamətə? X ox istiqamətə. Sonra təkrar X oxunun əksinə qayıdıb 9. Deməli, çıxmalıyam 9-u. Çünki X oxunun əksinə qayıtmışdır. Çıxaq 9. Bir də təkrar 7 metr yenə X oxu istiqamətində hərəkət etmişdir. Onları mən yer dəyişməni tapanda işarələri mütləq nəzərə almalıyam. Yəni, X ox istiqamətində mi hərəkət edib, yoxsa X oxunun əksinə mi hərəkət edib?
Onları mən nəzərə alanda artıq yazıram. 12 çıxaq 9 üstə gələk 7. Deməli, mənim yer dəyişməm olur nə qədər? 10 metr. Gəlin bunu belə də tapaq. Deməli, yer dəyişmə nə dedik? Dedik ki, yer dəyişmə cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xəttir. Düzdür? Baxın, mənim bu hissə, bu arada qalan hissə mənim yer dəyişməmdir. Yəni, mənim S-imdir. Bu S-i tapmaq üçün mən elə buradan bura cisim 7 metr məsafə qət eləyib. Bu 12 metrdirsə, buradan bura 9 metr məsafə qət eləyibsə, burada qalan məsafə 3 metrdir. Deməli, 7-nin üzərinə mən 3-ü gəlsəm, alıram burada 10 metr. Bu şəkildə də tapa bilərəm mən yer dəyişməni. Amma bayaqki şəkildə də tapmaq olar. Deməli, yer dəyişmənin modulunu tapmaq üçün bizim ən məşhur bir düsturumuz var. S bərabərdir, x çıxaq, x 0. Bu düsturu hər kəs yadında saxlasın. Deməli, bu nə deməkdir? Cismin son koordinatı ilə başlanğıc koordinatının fərqi bizə yer dəyişmənin modulunu verir. X0 başlanğıc koordinatdır, x da son koordinatdır. İndi gəlin biz bir məsələnin üzərində bunu müəyyən edək. Məsələn, cisim A-dan C-yə gəlib. Mənim cismim A-dan gəlib C-yə. İndi mən bunun yer dəyişməsini necə tapmalıyam? Deməli, son koordinatım nədir? Son koordinatım 15-dir. Başlanğıc koordinatım nədir? Başlanğıc koordinatım -10. Gətirək düsturda yazaq yerinə. Deməli, SX bərabərdir. Son koordinatım 15 çıxılsın. Başlanğıc koordinatım -10. Baxın, mənfini nəzərə alıram. Və buradan alıram ki, mənim yer dəyişməm 25 metrdir. Deməli, bu şəkildə mən yer dəyişməni tapa bilərəm. İndi mənim cismim C-dən B-yə hərəkət edib. Gəlib B-yə. Gəlin bunu tapaq. Necə taparıq? SX bərabərdir. C-dən B-yə gəlib. B, son koordinatım nə qədərdir? 0. Çıxaq. Başlanğıc koordinatım nə qədərdir? Başlanğıc koordinatım da 15-dir. Çıxaq 15 bərabərdir -15-ə. Deməli, mənim cismim C-dən B-yə gəldikdə -15 metr yer dəyişmə edib. Onun yer dəyişməsi -15 metrdir. Yəni, o mənfini biz yer dəyişmədə mütləq şəkildə nəzərə alırıq. Gəlin, bəzi nümunələrdə yer dəyişmənin tapılmasına baxaq. Deməli, əgər bizə birinci şəkildəki kimi şəkil verilibsə, biz onda yer dəyişməni tapa bilərik. Necə taparıq? Dedik, yer dəyişmə başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətdir. Baxın, həmin şəkildə də çəkibdir. Başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt. Yolu tapsaq, yolu tapmaq üçün 8 ilə 6-nı toplayacağıq. Olacaq 14. Amma yer dəyişməni tapsaq, burada bir düzbucaqlı üçbucaq alınır. Pifaqor teoreminə əsasən 8-in kvadratı üstə gələk 6-nın kvadratı və bizə verir 100-ün kvadratı kök altında. Ondan da çıxır 10 metr. Gəlin baxaq ikinci şəkilə. İkinci şəkildə biz gəlin həm yer dəyişməni tapaq, həm yolu tapaq. Yer dəyişmə cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətdir. Həmişə yer dəyişməni tapanda cismin başlanğıc və son nöqtəsindən xətti çəkin. Və o xətti çəkdikdən sonra siz artıq görəcəksiniz ki, o xəttin üzərində siz hansı işləri görməlisiniz ki, yer dəyişməni tapa biləsiniz. Baxın, belə bir düzbucaqlı üçbucaq alınır burada. Bu düzbucaqlı üçbucağa nəzərən biz bu yer dəyişməni tapa bilərik. Bu yer dəyişməni tapa bilərik. Yolu tapmaq üçün bilirsiniz. Ancaq gedilən o hissələri cəmləməlisiniz. Cəmləyib yolu tapırsınız. Bu şəkildə də o yolu tapıb 7 üstə gələk 9 üstə gələk 5, 21 metr. Yer dəyişməni tapmaq üçün isə baxın, həm bu hissə, həm də bu hissə bizə düzbucaqlı üçbucağı əmələ gətirir. Həmin düzbucaqlı üçbucağı əmələ gətirdiyi üçün mən bu hissəni bilməliyəm. Bir də bu hissəni bilməliyəm. Yəni katetləri bilməliyəm. Baxıram, bu hissədə katet 9-dursa bu düzbucaqlıda, deməli bu hissədə 9-dur. Baxıram, bu hissədə
bu hissə 7 metrdirsə, deməli bu qarşı tərəfdə 7 metrdir. Bu hissədə də bir 5 metr var. Deməli ümumilikdə bu nə qədərdir? 12 metr. Və bu düzbucaqlı üçbucaqdan 9-un kvadratı üstə gələk 12-nin kvadratı. Alıram orada kök altında 225, ondan da çıxır, 225-dən də alıram ki 15 metrdir. İndi gəlin bu hissəyə baxaq. Bu hissədə yer dəyişməni tapaq və yolu tapaq. Yol bilirsiniz, verilən hissələri yalnız cəmləyəcəksiniz. Bu sizə verilən yoldur. Bəs yer dəyişməni necə tapaq? Yer dəyişməni tapanda yenə biz istiqamətlənmiş düz xəttimizi çəkdik. Çəkəndən sonra həmin bu verilən fiqurun üzərində müəyyən işləmlər aparılır. Müəyyən işlər görürük. Həmin o işləri görəndə görürük ki, bura 3-dür. Bura ümumilikdə nə qədərdir? 11-dir. Burada onda olur 3. Düzdür? 3. Baxın, onda bu hissəyə qalır. Nə qədər? 8. Bu hissə oldu 8. Bəs bu hissə nə qədərdir? Elə 6-dır. Bu hissə olub 6. Bu hissə olub 8. Deməli, mən Pifaqor teoreminə əsasən bu düzbucaqlı üçbucaqdan yer dəyişməni tapa bilərəm. Yəni 8-in kvadratı üstə gələk 6-nın kvadratı. O da bizə verir 10 metr. Gəlin baxaq indi bizə verilən düzxətli bərabər sürətli hərəkət. Nədir düzxətli bərabər sürətli hərəkət? Əgər cisim bərabər zaman fasiləsində bərabər yollar qət edirsə, deməli onun hərəkəti düzxətli hərəkətdir. Bəs bərabər sürətli hərəkət nədir? Yəni cisim həmin o bərabər zaman fasiləsində bərabər yollar gedirsə, deməli onda bu cismin sürəti sabitdir. Deməli, cisim düzxətli bərabər sürətli hərəkət edir. Trayektoriyası düz xətdir. Yol yer dəyişmənin moduluna bərabərdir. Düzxətli bərabər sürətli hərəkətdə yol yer dəyişməyə bərabər olur. Yəni, L bərabərdir S-ə, yer dəyişməyə. Sürət nədir? Sürət cismin vahid zamanda getdiyi yer dəyişmədir və yaxud vahid zamanda getdiyi yoldur. Ona deyirik biz sürət. Sürət vektorial kəmiyyətdir. Sürət yer dəyişmənin istiqamətinə yönəlir. Yer dəyişməyə görə sürət həmişə yer dəyişmənin istiqamətinə görə yönəlir. Yola görə sürət isə skalyar kəmiyyətdir. Bax, bunu yadınızda saxlayın. Sürət vahidi metr böl saniyədir. Qrafiki zaman oxuna paralel olan düz xətdir. V bərabər konstant yazırıq. Nə deməkdir? Yəni, sürət düzxətli bərabər sürətli hərəkətdə sabitdir, dəyişmir sürət. Sürəti ölçən cihaz spidometrdir. Amma hansı sürəti? Bax, yadınızda saxlayın. Testlərdə bəzən düşür, orta sürəti cavablarda verilir. Orta sürət, adi eləcə sürət yazır. Nə bilim, başqa kəmiyyətlər, fiziki kəmiyyətlər yazır. Amma spidometr həmişə ani sürəti ölçür. Ani sürəti ölçən cihazdır. Sürət vahidləri arasında əlaqə bilirik ki, kilometr böl saatdan metr böl saniyəyə keçdikdə həmin o ifadəni 18-də 5-ə vururuq. Amma metr böl saniyədən kilometr böl saata keçəndə isə 5-də 18-ə vururuq. Məsələn, nümunə olaraq burada sizə göstərir. 100 km böl saat bərabərdir. Metr böl saniyyə keçəndə daha doğrusu 108 km böl saat. 108 olduğu kimi qalır. 18-də 5-ə vurulur və alınır 30 metr böl saniyə. 15 metr böl saniyəni də yenə təkrar yazdıqda biz artıq onda metr böl saniyədən kilometr böl saata keçirik. Onda tərsinə vuracağıq. 5-də 18-ə vururuq və alırıq 54 kilometr böl saat. Sürət və yol düsturlarını siz bilirsiniz. Sürət düsturu V bərabər S bölək T-dir. Bəzən onu V bərabərdir L bölünsün T şəklində də yazırlar. Bu da düzdür. Yol olaraq da L bərabərdir V vurulsun T şəklində yazılır. Düzxətli bərabər sürətli hərəkətdə qrafiklər var.
Sürətin zamandan asıllıq qrafiki. Biz bilirik, düz xətli bərabər sürətli hərəkətdə sürət zamandan asılı deyil və onu qrafik olaraq bu şəkildə göstəririk. V bərabər konstant, yəni sürət nədir? Sabitdir. Sürət sabitdir və bizə sual şəklində desə, yolun sürətin zamandan asıllıq qrafikində sürət zamandan asılıdırmı? Xeyr, sürət zamandan asılı deyil, sürət sabitdir. Dəyişmir, cisim bərabər sürətli hərəkət edir. Bu zaman əgər mən yolu taparamsa, mənə deyilsə ki, yolu tap, onda mən bu mənə verilən fiqurun qrafikin altında qalan fiqurun sahəsini tapmalıyam. Qrafikin altında qalan fiqurun sahəsi mənə verəcək yolu və yaxud yer dəyişməni. Mən onda baxın yazıbdır. 7, bu hissədə də 6. Deməli, mən yolu tapsam, 7-ni 6-ya vururam. Deməli, bu hissə 6-dır. Elə bilin ki, düzbucaqlının sahəsini tapırsınız. Düzbucaqlının sahəsini tapanda nə edirdik? AB yazırdıq. N-ni uzununa vururduq. S bərabərdir. A vurulsun B. Bu şəkildədir. Elə bilin ki, bu düstur da o şəkilə gəlib düşür. S bərabərdir. V vuraq T. Deməli, mən onda verilən həmin o sürət zaman qrafikində cismin getdiyi yolu və yaxud yer dəyişməni tapa bilərəm. Yer dəyişmənin zamandan asıllıq qrafiki isə və yaxud yolun zamandan asıllıq qrafiki isə koordinat başlanğıcından keçən düz xəttdir. Bayaq biz dedik ki, yol artar, azala bilməz, yol sıfır ola bilməz, yol mənfi ola bilməz. Bu şərtləri nəzərə almalıyıq. Ona görə də yol qrafikimizi müsbət hissədə çəkmişik. Koordinatın zamandan asıllıq qrafiki isə müxtəlif cür ola bilər. Bu şəkildə, bu şəkildə və bu şəkildə ola bilər. Hətta koordinatın zamandan asıllıq qrafikində koordinat bu şəkildə də ola bilər. Yəni sabit ola bilər. Əgər cismin koordinatı desək, bu şəkildədirsə, deməli, onda cisim hərəkət etməmişdir. Yəni, x bərabərdir, x0 hər hansı bir x0 koordinatında dayanmışdır. Deməli, koordinatın tənliyi x bərabərdir, x0 üstə gələk VT şəklindədir. Düz xətli bərabər sürətli hərəkətdə bu düstur hardan çıxır? Gəlin, baxaq həmin düsturun çıxarılışına. Deməli, bizim ən məşhur bir düsturumuz var. Sürətin proyeksiyası düsturu. V bərabər x çıxılsın x0 bölünsün t. Bu şəkildə olan düsturdan gəlin biz vuruf açaq, tənasüb şəklində həll eləyək. Deməli, x çıxılsın x0 bərabərdir VT şəklindədir. Buradan da alırıq ki, x bərabərdir x0 üstə gələk VT. Baxın, bu tənliyə deyirlər ki, düzxətli bərabər sürətli hərəkətdə koordinat tənliyi və yaxud düzxətli bərabər sürətli hərəkətin hərəkət tənliyi. Bəs indi biz baxaq yol zaman qrafikində T oxu ilə əmələ gətirdiyi bucağın tangensi nəyə bərabərdir? Deməli, bucağın tangensi. Gəlin müəyyən edək. Müəyyən bir bucaq verilib bizə alfa bucağı. Biz bucağın tangensini tapmaq üçün, baxın, belə bir düzbucaqlı üçbucaq qururuq. Həmin düzbucaqlı üçbucaqda bu qarşı tərəf bizə verir elə S-i. Bura S-dir. Bu aşağı hissə katet isə bizə verir T-ni. Deməli, bucağın tangensi nəyə bərabərdir? Biz bilirik ki, tangens alfa qarşı katetin bitişik katetə olan nisbətidir. Qarşı katetin bitişik katetə olan nisbəti, yəni S bölünsün T, elə bizə nə verdi? Verdi sürət. Deməli, həmin bucağın tangensi bizə elə verməlidir sürət. Yol zaman qrafikində əgər bucaqla ifadə varsa, deməli, həmin bucağın tangensi bizə sürəti verməlidir. Baxaq növbəti qrafikə. Sürətin zamandan asıllıq qrafikində bizə iki hərəkət göstərilib, iki hərəkətin qrafiki təsvir olunub. Həmin iki hərəkətdə bizə soruşur ki, hansı sürət daha böyükdür? Deməli, siz bilməlisiniz ki, yol zaman qrafikində
yol zaman qrafikində əgər qrafikin dikliyi hansında çoxdursa, deməli onun sürəti də daha çox olacaq. Burada deməli V2-nin sürəti V1-dən daha çoxdur. Həm də nəyə görə? Bu bucaq digər bucaqdan daha böyükdür. Deməli biz də dedik ki, tangens artan funksiyadır. Ona görə də bucaq artanda qiymət artır. Deməli V2-nin qiyməti V1-in qiymətindən daha böyükdür. Ona görə ki, həm bucağı artıb, tangensinə görə tapıldı, həm də baxırıq ki, qrafik ST qrafikində görürsünüz, daha dik formadadırsa, deməli onun sürəti daha çox olacaq. Keçək digər növbəti qrafiki analiz eləyək. Deməli, növbəti qrafikdə bizə 1, 2, 3 hissədə hərəkət nümayiş olunub. 1, 2, 3 hissədəki hərəkətdə bizə göstərilir, verilib bucaqlar. Daha doğrusu birinci bucaq verilib. Biz ikinci bucağı tapmaq üçün, baxın, verilən bu hərəkətdə həmin bu hissədə bir bucaq yaratmalıyıq. Və verilən bu hissədə də bir bucaq yaratmalıyıq. Biz burada baxırıq ki, alfa 1 böyükdür alfa 2, o da böyükdür alfa 3-dən. Deməli, onda sürət olaraq da V1-in sürəti V2-dən böyükdür, V2-nin sürəti də V3-dən böyükdür. Gəlin, baxaq növbəti şərtə. Deməli, bizə deyir ki, əgər cisim istiqamətində və yaxud X oxunun əksinə hərəkət edibsə, biz onu necə başa düşək? Necə bilək ki, bu cisim X ox istiqamətində hərəkət edib, bu cisim X oxunun əksinə hərəkət edib. Deməli, biz bilirik ki, əgər cisim hərəkət sürəti 0-dan böyükdürsə, deməli, cisim X ox istiqamətində hərəkət edib. Əgər cismin hərəkət sürəti 0-dan kiçikdirsə, deməli, onda cisim hərəkət istiqamətinin, yəni X oxunun əksinə hərəkət edib. Baxırıq qrafikə. Deməli, bu hissədə cisim X ox istiqamətində hərəkət edir. Deməli, Vx böyükdür 0-dan. Bu cisimdə X ox istiqamətində hərəkət edir. Bu cisimdə X ox istiqamətində hərəkət edir. X oxunun əksinə hərəkətdə baxırıq. Sürət neyiniyir? Azalır, yəni daha doğrusu mənfiyə doğru hərəkət edir. X oxunun əksinə hərəkət edir. Deməli, onun qrafikini necə çəkməliyəm? Çəkməliyəm mənfi hissədə bir qrafik X oxunun əksinə. Və yer dəyişməsini də mənfi hissədə çəkməliyəm. Yol yox. Yol olsa ancaq yolda müsbət olmalıdır. Yəni S-in T-dən asıllığında ancaq yol müsbət hissədə olmalıdır. Yer dəyişmə isə çəkəndə, bəli, yer dəyişməni mənfidə çəkə bilərik. Çünki yol mənfi ola bilməz. Yol ancaq və ancaq müsbət qiymətlər alır. Baxaq hərəkət tənliyi. Görək, hərəkət tənliyinə görə verilən məsələn, istənilən zaman anında koordinatını göstərən, yəni hərəkət tənliyini müəyyən edək. Biz bayaq dedik ki, cismin koordinat tənliyi x bərabər x0 üstə gələk Vx t şəklindədir. Biz buna hərəkət tənliyi də deyirik. Düz xətli bərabər sürətli hərəkətin hərəkət tənliyi. X oxu istiqamətində cisim hərəkət edirsə, deməli onun sürəti müsbətdir. Sürəti harda çəkməliyik? Müsbətdə. V-nin T-dən asıllığında sürət müsbətdir. Deməli cisim və onun hərəkət tənliyini hansı şəkildə yazmalıyıq? Yazırıq x bərabərdir. Deməli, başlanğıc koordinatı yoxdur. Başlanğıc koordinatı 0-dır. Yəni, x 0-a 0-dırsa, onda onun hərəkət tənliyi x bərabər 3t şəklinə düşür. Baxaq digər hərəkətə. Deməli, burada baxırıq ki, cismin x0 koordinatı 5-dir. Onun sürəti, bəs sürəti nə idi? Sürəti sabit idi, bərabər sürətli idi, 3-dür. Onda onun hərəkət tənliyi x bərabərdir 5 üstə gələk 3t şəklindədir. Burada isə baxırıq ki, cismin x0 koordinatı mənfi 5-dir. Deməli, yazırıq x bərabərdir mənfi 5 üstə gələk. Sürət nə qədər idi? 3t şəklində də sürəti var. Bu da bu həmin cismin hərəkət tənliyi. Bu cisimlər hansı istiqamətə hərəkət edir?
X oxu istiqamətinə yoxsa X oxunun əksinə baxırıq. V müsbətdirsə, baxırıq burada müsbətdir, müsbətdir, müsbətdir. Deməli, X oxu istiqamətində hərəkət edir. İndi gəlin digər hərəkəti analiz edək. X oxunun əksi istiqamətində hərəkət edəndə sürət nəyə bərabərdir? Sürət sıfırdan kiçikdir. Deməli, sürət mənfidirsə, deməli, mən onun qrafikini necə çəkməliyəm? V-nin T-dən asılılıq qrafikini, deməli, mənfi istiqamətdə çəkməliyəm aşağı hissədə. Sürəti çəkirəm mənfi istiqamətdə və onun əgər koordinat başlanğıcından başlayıbsa hərəkətə, deməli, onun x0-ı 0-dır və hərəkət tənliyi x bərabər mənfi 3t şəklindədir. İndi mənim cismim bu istiqamətə hərəkət edirsə, yəni x oxunun əksi istiqamətə hərəkət edirsə, onun bir x0 koordinatı var. Nə qədərdir? 5. Onda hərəkət tənliyi hansı şəklə düşür? 5 çıxaq 3 t şəklinə düşür. Baxaq digər hərəkətə. Digər hərəkətdə x oxunun əksi istiqamətə olan hərəkətdir. Yenə, deməli, başlanğıc koordinat mənfi 5-dir. Cismin sürəti mənfi 3-dür. Çünki x oxunun əksinə hərəkət edir və onda hərəkət tənliyi mənfi 5 çıxaq 3t şəklində olacaq. Ən vacib məsələ. Fizikada tez-tez istifadə olunan məsələ nədir? Sürət koordinatının zamana görə törəməsidir. Sürət koordinatının zamana görə törəməsi olduğu üçün biz həmişə koordinatdan törəmə alaraq sürəti tapa bilərik. Gəlin baxaq bu hissəyə. Deməli, məsələn, deyək ki, mənim cismimin hərəkət tənliyi bu şəkildədir. 5 üstə gələk 3t şəklindədir. Mən bu ifadədən törəmə alıram. Törəmə alsam, deməli, koordinatdan törəmə alsam, onda mənim ifadəm hansı şəklə düşür? Sabitin törəməsi, yəni 5-in törəməsi 0-dır. Sabit kəmiyyətin törəməsi 0. Üstə gələk 3 vurulsun. Dəyişənin törəməsi, yəni bir dənə dəyişən var t. Dəyişənin törəməsi 1-dir. Deməli, onda mənim sürətim hansı şəklə düşür? Olur 3. Bəli, yazıb 3 şəklində. Bu hissədə isə artıq olacaq sürətim mənfi 3. Yer dəyişmənin daha doğrusu proyeksiyasının koordinatla ifadəsi. Gəlin buna baxaq. Sürətin proyeksiyasında koordinatla ifadəsi var. Yer dəyişmənin proyeksiyasında koordinatla ifadəsi. Bizə koordinatın zamandan asıllıq qrafiki veriləndə biz yer dəyişməni tapa bilərik. Yer dəyişmə nədir? Cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt. Mənim cismimin başlanğıc və son nöqtəsi haradır? Başlanğıc və son nöqtəsi 5 və 7-dir. Düzdür? İndi mən S-i tapmalıyam. S nəyə bərabərdir? Mən yazmışdım. Yer dəyişmə bərabərdir. SX bərabərdir. Son koordinatım nə qədərdir? 7. Yazıram. 7. Çıxaq. Başlanğıc koordinatım nə qədərdir? Mənfi 5. Mənfi 5. Alıram nə qədər? 12. Deməli, mənim yer dəyişməm 12-dir. Hansı düstura əsasən bunu yazdım? Dedik, məşhur düsturumuz var. SX bərabərdir. X çıxaq. X0 düsturuna əsasən. Sürətin proyeksiya düsturundan biz yaza bilərik. Sürətin proyeksiyasını yazmaqdan ötürü yazırıq. X çıxaq X0 bölünsün T şəklindədir. Gətirək bunun qiymətləri yazaq yerinə. 7 çıxılsın mənfi 5 bölək 3 bizə cavab verir 4. Yəni 12 bölək 3-dən alırıq 4. Deməli, bu cismin sürəti müsbət 4-dür. Deməli, cisim hansı istiqamətə hərəkət edir? X oxu istiqamətində hərəkət var. Baxaq növbəti hallara. Deməli, əgər cisim sükunətdədirsə, onun sürəti nəyə bərabərdir? 0-a. Cisim hərəkət etmirsə, cisim dayanıbsa, deməli, onun sürəti nədir? 0-dır. Sükunət halında cismin getdiyi yol da 0-dır. Çünki cisim sükunətdədirsə, onun heç bir sürəti yoxdursa, deməli, onun yolu da yoxdur.
Amma koordinat, bayaq sizə dediyim kimi, koordinat artıq yol kimi çəkilmir. Yəni sıfırda olaraq çəkilmir. Koordinat artıq müəyyən bir koordinatda dayanıb cisim. Müəyyən bir nöqtədə cisim dayanmışdır. Onda əgər sükunətdə olan cismin və yaxud dayanmış cismin koordinatını çəkəndə biz bu qrafikdən istifadə edəcəyik. Bu şəkildə bir qrafik çəkəcəyik. Əgər cisim sıfırıncı koordinatdadırsa, sıfır oxunun, daha doğrusu zaman oxunun üzərində. Əgər cisim müəyyən bir x0 koordinatındadırsa, deyək ki 5-dədirsə, onda 5-dən bu şəkildə bir qrafik çəkirik. Əgər mənfi 5-dədirsə, bu şəkildə bir qrafik çəkirik. Düz xətli dəyişən sürətli hərəkəti mən təcilli hərəkətdə qeyd edəcəm. Təcilli hərəkətdə keçəcəm. Ona görə bu hissəni saxlayıram. Keçək növbəti hala. Koordinat zaman qrafikindən yolun və yerdəyişmənin modulunun tapılması. Deməli, bizə əgər koordinat zaman qrafiki verilibsə, ki, belə bir qrafik verilib bizə, biz burada yerdəyişmənin proyeksiyasını tapa bilərik. Necə deyirdik yerdəyişmənin proyeksiyası? Necədir proyeksiyası ümumiyyətlə yerdəyişmənin? Sx bərabərdir, x çıxaq, x0 düsturuna əsasən müəyyən edirik və həmin o düstura əsasən də yerdəyişməni biz müəyyən edə bilərik. Bəzən deməli qarışdırırlar. Necə yazırlar? Koordinatın zamandan asıllıq qrafikində artıq sürət zaman qrafiki kimi götürürlər. Xeyr, koordinatın zamandan asıllıq qrafikində tamam ayrıdır. Sizə birinci verilən qrafikə nəzər salın. Baxın, görün o sürət zaman qrafikidirmi, yoxsa koordinat zaman qrafikidirmi? Koordinat zaman qrafikidirsə, siz S-i tapmaq üçün son koordinatdan başlanğıc koordinatı çıxmalısınız. İndi bunun son koordinatı nə qədərdir? Cisim harda dayanıb? Mənfi 11-də. Baxın burada. Başlanğıc koordinat harda dayanıb? Mənfi 7-də. Mənfi 7-dən başlayıb, daha doğrusu, son koordinat gəlib, dayanıb, mənfi 11-də. Deməli, cismin yerdəyişməsini tapa bilərik. Mənfi 11, çıxaq mənfi 7, alırıq mənfi 4. Deməli, bu cismin yerdəyişməsi mənfi 4-dür. Amma yolunu müəyyən edək. Yolu müəyyən edəndə necə yazmalıyıq? Bu cisim 7-dən gəlib 0-a, 0-dan sonra qalxıb hara? Deməli, 0-dan qalxıb 9-a, sonra həmin o 9-dan da təkrar qayıdıb yenə düşüb 9-a, daha doğrusu 0-a. Deməli, 7 qalxıb, 9 bir də qalxıb, 9 bir də düşüb, bir də gəlib 0-dan, yəni buradan, 0-dan 11-ə qədər. Deməli, həmin yolu tapılanda həmin hissələri toplayırıq. Verir bizə 36 metr. Əziz müəllimlər, mən bugün sizə düz xətli bərabər sürətli hərəkəti izah etdim. Düşünürəm ki, sizin üçün çox maraqlı və faydalıdır. Ona görə növbəti dərslərdə görüşərik.